Daşınmaz əmlak idarəçiliyində yeni hüquqi təminatların yaradılmasına imkan verən hazırki qanun layihəsi Sovet dövründən qalan, xüsusilə müstəqillik illərində genişlənən hüquqi, iqtisadi və sosial problemlərin sistemli həllinə yönəlib. Layihəni zəruri eləyən 3 əsas səbəb var. Birincisi, müxtəlif dövrlərdə bələdiyyə və icra hakimiyyəti orqanlarının qərarları əsasında verilən, lakin sonradan dövlət qeydiyyatına tam daxil edilməyən torpaq və daşınmaz əmlak münasibətlərinin mövcudluğudur. İkincisi, tikinti sektorunda hüquqi boşluqlardan sui-istifadə halları, xüsusilə eyni mənzilin bir neçə şəxsə satılması faktları hələ də davam edir. Üçüncüsü, Azərbaycanın sürətlə inkişaf edən daşınmaz əmlak bazarı artıq yeni idarəetmə modelinə ehtiyac duyur. Daşınmaz əmlak bazarında son 35 ildə vəziyyət köklü şəkildə dəyişib. 90-cı illərdə istifadəyə verilən yaşayış sahələrinin 45,5% şəhərlərdə, 54,5% kənd yerlərində olduğu halda, 24-cü ildə 90,3% şəhər yerində, 9,7% isə kənd ərazilərində aparılır. Dövlət Statistika Komitəsinin məlumatına görə Azərbaycanın ümumi mənzil fondu 2003-cü ildə 125 milyon kvadratmetr olduğu halda, artıq ötən il 230,4 milyon kvadratmetrə çatıb. Ölkədə bir nəfərə düşən orta yaşayış sahəsi 17,6 kvadratmetrdən 22,6 kvadratmetrə yüksəlib. Azərbaycanda mülkiyyət münasibətləri yeni mərhələyə daşınmalıdır və bu islahatın əsas məqsədi dövlət xidmətlərinə çıxışı sürətləndirmək, burada qeyd olunduğu kimi mülkiyyətin hüquqi müdafiəsini gücləndirmək və daşınmaz əmlakın qeydiyyatı, kadastr uçotu sahəsində idarəetmə modelini təkmilləşdirməkdir. Layihədə birinci qrup dəyişikliklər daşınmaz əmlakın dövlət kadastrından dövlət reyestri arasında inteqrasiyanın gücləndirilməsidir. Yəni, indiyədək müxtəlif informasiya bazalarında saxlanılan məlumatların vahid sistemdə birləşdirilməsi torpaq sahələrinin, sərhədlərinin, hüquqi statusunun və texniki göstəricilərinin daha dəqiq və operativ idarə edilməsinə imkan yaradır. Xüsusilə də kənd rayonlarında torpaq və əmlak sərhədlərinin plan xəritəsindəki natamamlıqlar vətəndaşları, dövlət orqanlarını və məhkəmə sistemini hədsiz müraciət yükü ilə üzləşdirirdi. Yeni qanun layihələri dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi hesabına vətəndaşın eyni məlumatı müxtəlif qurumlara dəfələrlə təqdim etmək zərurətini aradan qaldırır. Layihənin ən mühüm yeniliklərindən biri təminat qeydi institutudur. Sadə dillə desək, layihənin 17-1-ci maddəsində göstərilir ki, mənzil alan vətəndaş artıq hüququnu binanın tikintisi başa çatdıqdan sonra yox, müqavilə bağlandığı andan etibarən dövlət reyestrində hüquqi təminat altına ala biləcək. O cümlədən 17.1.2-ci maddəyə görə tikintisi başa çatmamış binada hər bir pay üzrə yalnız bir təminat qeydi aparıla bilər. Yəni, eyni mənzilin bir neçə şəxsə satılması riski sıfıra endirilir. Təminat qeydi 3 iş günü müddətində aparılır. Qeyd aparılmış şəxs öz hüquqlarını notarial qaydada başqasına ötürə bilər. Dəyişiklikləri zəruri eləyən son illərdə 20-dən çox tikinti şirkəti rəhbərinə cinayət məsuliyyətinə cəlb edilməsi, 5250 vətəndaşın zərər çəkmiş şəxs kimi tanınmasıdır. Belə hadisələr bir ailənin problemi olmaqla yanaşı, bazarın etibarlılığına da zərbə vurur, dövlət institutlarına inama təsir eləyir, vicdanlı tikinti şirkətlərinin də nüfuzuna xələl gətirirdi. Artıq mənzil alıcısı ilə tikinti şirkəti arasında yaranan hüquqi münasibətlər təminat qeydi ilə tam təkmilləşdir və dediyimiz kimi sistemdə özünün əksini tapır. Nəzərə alaq ki, tikinti sferası ÜDM-də 6,5%lik bir çəkiyə malikdir. Ən sonunda, layihənin ən vacib yeniliyi hər birimizin qarşılaşdığımız daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı müddətinin 10 iş günündən 1 iş gününə indirilməsidir. Nəticədə vətəndaş günlərlə müxtəlif qurumların qapısını döyməyəcək, sahibkar investisiya layihəsini daha tez reallaşdıracaq, bank və ipoteka əməliyyatları daha operativ aparılacaq, alqı-satqı prosesində vaxt itkisi və əlavə xərclər minimuma enəcək. Rəsmi məlumata görə təkcə 25-ci ildə ölkə üzrə 364.136 dövlət qeydiyyatı əməliyyatı həyata keçirilib. Hər gün orta hesabına 1000-dən çox əməliyyatlar gerçəkləşdirilir. Almaniya, Estoniya, Singapur 10 illər öncə bu modeli tətbiq edib, bu qeyd olunduğu kimi kağız daşıyıcılardan həm də imtina imkanları yaradır. Çox inanırıq ki, layihədə xüsusilə bələdiyyə aktları ilə verilən və hələ də qeydiyyətsiz olan əmlakların da hüquqi status qazanması üçün yol açır